İnsanların bu maddi, puç olan maddi neymətlərdən belə deyək, bezməyi, usanmağı mənəvi dəyərlərin daha çox qabarmağına gətirib çıxarır. Biz, bax, bu gözəllik yarışmasında qalib olmaq üçün elə bilirəm ki, tarixi bir şans yaranır. Bir şey o qədər bəziyib şar kimi şişirdiblər ki, sanki artıq partlamaqdadır. Və insanlar görür ki, elə bil, dünyada belə bir ab-hava var ki, əsrlərlə onları alladıblar. O qədər də belə bir xəbər yox imiş ki, deyirdilər. Başa düşürsünüz, o qədər də belə təqdim olunan qədər də deyil. Belə bir məqamda bizim üzərimizə məsuliyyət düşür ki, biz təkcə sözlə yox, biz göstərə biləyik. Sənətlə göstərək, həm şairlərimizin, həm məddahlarımızın, həm danışanlarımızın, həm hər bir insanın boynuna vəzifə düşür ki, estetik cəhətdən insanlara, belə deyim, o estetik zövq oxşayan şeylər təqdim edək. Niyə bizdə bu xəstəlik, mərəz yaranıb ki, biz gözəl olan bir şey, çirkin rəngə bulayıb cəmaata veririk? Biz toxunmasaq daha yaxşı olardı. Hərdən elə olur ki, biz olmasaydıq, cəmaat elə özünə gəlib, elə bir dünyanın elə bir vəziyyətinə çatmışıq ki, bezib usanıb, vallah belədir. Vallah bəzən da yalvarmağa qalır mənə ki, sözümü, doğruluğunu sübut eləyim. Belədir, sadəcə olaraq axtarır o gözəlliyi təqdim eləyən yoxdur və əksinə bəzən də biz mane oluruq, baxır bizə deyir, yox, bu da deyil mənim istədiyim. Burada belə bir şey görmürəm. Ona görə də çox böyük bir məsuliyyət düşür boynumuza və gözəllik hissindən danışarkən birən vəlakinnəllah həbbəbə iləykumul iman və zəyyənəhu fi qulubikum. Quran da bu hissə istinad edir. Deyir, Allah imanı sizə sevdirdi və gözünüzdə gözəlləşdirdi. Yəni, həmin o gözəllik hissinə istinad eləyin, imana tərəf gedin.